Bura dünyanın ən qədim yaşayış məskənlərindən biri, yaşı milyonu keçən, dünya əhəmiyyətli abidə Azıq mağarasıdır. Bu mağaranı ilk dəfə 1960-cı ildə Azərbaycanlı arxeoloq Məmməd Əli Hüseynov və onun rəhbərlik elədiyi ekspedisiya kəşf edib. Azıq mağarasının sahəsi təxminən 1250 kvadrat metrdir. Dəhlizlərinin bəzilərinin hündürlüyü isə 20-25 metrə çatır. Bu mağara Qarabağın Dilbər gölşəsi Xocavənd rayonunun Azıq kənd ərazisində yerləşir. Bugün onu kəşf edəcəyik. Azıq mağarasının kəşf olunması nəinki Azərbaycan, o bütün bəşər tarixi üçün böyük bir hadisə idi. Təbiət ecazkar gözəllikləri arasında tarixin çox vacib sirlərini gizlədir. Zaman-zaman insanlar bu sirləri öyrənməyə, onların açarını tapmağa çalışır. Bəzən ana təbiət bizə bu imkanı hədiyyə eləyir. Dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşən Azıq mağarası müasir dövrə qədər gələn insan məskənlərindən biridir. Mağarada tapılmış daş əmək alətləri və heyvan sümüklərinin qalıqları burada erkən insan növlərinin məskunlaşdığını və mağaranın insan tarixinin inkişafında mühüm rol oynadığını göstərir. Azıq mağarasında qalınlığı 14 metr olan çöküntülərdə 10 təbəqə aşkar olunubdur. Onlar 20 ildən çox müddətdə tətbiq olunublar. Hal-hazırda o təbəqələrin bəzilərini görə bilirsiniz. Mağaralarda tez-tez stalaktitlərə rast gəlmək olur. Yağış suyu karbon qazı ilə birləşəndə əhəng daşlarında əriyir. Yağış suyu mağaranın atmosferi ilə kontakta girəndə karbon qazını itirir, bu isə qazlı butulkanın açmağına oxşuyur. Qaz köpükləri uçur və əhəng çökür. Azıq mağarasında istər tavandan aşağı doğru uzanan, axan mineral damcılarının çökməsi nəticəsində yaranan struktur stalaktitlər, istər tavandan süzülən mineral suyu nəticəsində mağaranın döşəməsində formalaşan stalagmitlər, istərsə də stalaktit və stalagmitlərin bir-birinə qovuşduğu zaman yaranan stalagnatlar nağılvari fiqurlar kimi qeyri-adi mənzərə yaradır. Onda qeyd edeyim ki, bu fiqurlar əhəng daşlı struktura malikdir. Azıq mağarasına son araşdırmalara görə aşkar edilən 10 təbəqədən üstdən ilk 6 təbəqəsi daha yaxşı araşdırılıb və öyrənilib. Hər bir təbəqə paleolitin fərqli dövrlərini əhatə eləyir və müxtəlif mərhələlərdə ibtidai insanların yaşam tərzi haqqında məlumat verir. Qazıntılar zamanı birinci, ikinci təbəqədə tunç, orta əsrlər, eneolit dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb. Üçüncü təbəqədən isə 4000-ə yaxın Mustiya mədəniyyətinə aid alətlər aşkar edilib. Dördüncü təbəqədə heç nə tapılmadığı üçün o lal təbəqə adlanır. Mağaralar tək qaranlıq yeraltı keçidlər deyil. Burada həyat mövcuddur. İnsan məhz bu səbəbdən ayağının altında yerləşən yeraltı həyatı kəşf eləmək marağı və ehtirası ilə yaşayır.
Beyin bu həyat formasını informasiya olaraq qəbul edir, amma tam həzm eləyə bilmir. Bu da heyrət yaradır. Yer kürəsinin tarixini öyrənmək, onu araşdırmaq çox maraqlıdır. Elm də bu maraqla birgə addımlayanda yeni kəşflər, ixtiralar meydana çıxır. Qazıntılar zamanı 5-ci təbəqədə isə ən vacib hadisə baş verib. Yəni 1968-ci ildə Azıq mağarasında qədim adamın alt çənə sümüyü aşkarlanıb. Və tədqiqatlar göstərib ki, onun 400 min ildən çox yaşı var və ona Azıq adamı, Azıqantrop adını veriblər. Daha sonraki tədqiqatlar göstərir ki, həmin alt çənə sümüyü təxminən 18-22 yaş aralığında olan bir qadına məxsusdur. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıq mağarasına diqqət daha da çoxaldı. Nadir tapıntı olan alt çənə sümüyünə görə Azərbaycan ərazisi Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilib. Qədim insan növləri üçün Azıq mağarası illərlə yaşayış yeri, ev olub. Bu vaxt ərzində böyük bir mədəniyyət qatları formalaşıb. Mağarada Quruçay mədəniyyəti, Aşel və Mustiye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. Gördüyünüz bu eksponat Azıq mağarasından tapılan 400 min il yaşı olan insanın alt çənə sümüyüdür. Hal-hazırda o, nəinki yerli, hətta xarici mütəxəssislər tərəfindən də tədqiq olunmaqdadır. Tapılan alt çənə sümüyü paytaxt Bakının mərkəzində yerləşən Tarix Museyində saxlanılır. Zalda sərgilənən eksponat mulyajdır. Orijinalı isə muzeydə xüsusi yerdə qorunur. Qədim insanları nə ilə məşğul olduqlarını, nələrdən istifadə elədiklərini, ümumiyyətlə insanın keçdiyi təkamül yolu ilə tanış olmaq istəsəz, o zaman muzeylərdən suallarınıza cavab tapa bilərsiniz. Bakı şəhərində bir neçə muzeydə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunda mağaradan tapılan, aşkar olunan minlərlə daş alətlər, ovlanmış heyvan sümükləri qorunub saxlanılır. Bu qalıqlar gözlənilməzliyi ortaya qoyan real nümunələrdir. Azıqdan tapılan sümüklərdən yaşı 300 min olan ayı kəllə sümüyünün qalıqları da maraqlı faktdır. Azərbaycanın Təbiət Muzeyində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun muzey sərgi zalında Azıq və Tağlar mağaralarından tapılan nadir eksponatlar sərgilənir. Qazıntılar zamanı mağaradan tamamilə yeni bir arxeoloji mədəniyyətə məxsus olan 200-dən artıq daş məmulatı və 1 milyondan artıq ovlanmış heyvan sümükləri tapılıb. Yeddi, 8, 9, 10-cu təbəqədən tapılan maddi mədəniyyət qalıqlarına isə dünya arxeologiyasında rast gəlinmədiyi üçün Quruçay mədəniyyəti adını verdilər. Quruçay Azıq mağarasının yanından axan çayın adıdır. Aparılan elmi araşdırmalar zamanı müəyyən olunub ki, Orta Paleolit dövründə yaşayan Neandertal tipli insanlar Azıq paleolit düşərgəsində müxtəlif növ heyvan ovlayıblar. Bəzilərinin
kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Tanımadığın, bələd olmadığın məkana səfər həmişə həyəcan yaradır. Xüsusilə də sirlərlə dolu yeraltı dünyaya. Nəzərə alsaq ki, mağarada işıq yoxdur və bu uzun dəhlizləri gəzib geriyə qaydana kimi əlimizdəki olan işıqların enerjisi tükənə bilər, o zaman bu həyəcan biraz da artır. Bəzən isə təlaş yarada bilir. Bizim araşdırmalarımıza görə mağara burada bitməli idi. Amma hələ ki gedirik və o hələ bitmir. Azıq mağarasının əzəmətini, zəhmini duymaq üçün onun içində olmaq lazımdır. Bir də onu xüsusilə qeyd edeyim ki, bizi kimi dərinliyə gedə bilsəz, mütləq özünüzdən fənər götürün. Yoxsa problem ola bilər. Burada işıq yoxdur və hər yan zülmət qaranlıqdır. Burada tarixin ruhunu duyursan. Təsəvvür eləyin ki, milyon il əvvəl bu mağarada insanlar məskən salıb, yeyib, yatıb, ocaq qalayıb, ətrafında qızınıblar, yaşamaq üçün mücadilə aparıblar. Bu mağara qədim insanların sığınacağı, evi olub. Burada sən həm də qədim insan tarixinin burulğanına düşürsən. Yerində aldığın məlumatlar, gördüklərin sənə təsəvvüründə keçmişin mənzərəsini yaratmağa imkan verir. Elmi araşdırmalar göstərir ki, bəşər tarixi Afrikada başlayır. Avrasiya məkanında isə onun izlərindən biri Azərbaycanda yerləşən Azıq mağarasındadır. Burada tapılan daş alətlərinin yaşı 1 milyon yarımdır.